Salam, hər vaxtınız xeyir olsun. Biologiya 2025-ci il test toplusunda olan duyğu orqanlarımız və analizatorlar suallarına baxırıq. Qeyd edeyim ki, bu sualların əksəriyyəti şifahi, yəni əzbərə əsaslanan suallardır. Birinci sual. İnsanın göz almasında görmə sinirinin çıxdığı hissə necə adlanır? Görmə siniri kör ləkədən başlanğıc alır. C variantı. 2. İnsanda orta qulaq boşluğunu dolduran. Orta qulaqda boşluq var, eşitmə borusu var, bir də eşitmə sümükləri var. Orta qulaq boşluğunu dolduran havadır. 3. İnsanda gözün köməkçi aparatına aid deyil. Kirpiklər, göz qapaqları, göz yaşı vəzləri, qaşlar, gözə hərəkət etdirən əzələlər, gözə gələn sinirlər, qan damarları köməkçi aparata aiddir. Amma göz alması köməkçi aparata aid deyil. 4. Reseptor və böyük yarımkürələr qabığının müvafiq nahiyəsi arasında bu sualda demək analizatorun 3 hissəsi var. Birinci hissəsi reseptorlardır. Yəni analizatorun periferik hissəsidir. İkinci hissə duyğu yoludur. Üçüncü hissə isə böyük yarımkürələr qabığının müvafiq nahiyəsidir. Yəni mərkəzi hissədir. Dördüncü sualda birinci və üçüncü hissəni verib, biz ikinci hissəni tapmalıyıq. İkinci hissədə duyğu yoludur. 5. Analizatorun hansı hissəsinin zədələnməsi uyğun qıcıqların qəbulu və analiz etmə qabiliyyətinin itməsinə səbəb olur? Analizatorun hər üç hissəsinin, yəni hər üç hissədən hər hansı birinin zədələnməsi həmin duyğunun itməsinə səbəb olur. Cavab E variantı. 6-cı sual. İnsanda bəbək gözün hansı hissəsində yerləşir? Bəbək qüzehli qişanın mərkəzində yerləşir. 7. İnsan gözünün köməkçi aparatına aiddir. Köməkçi aparata göz qapaqları aid olar. C variantı. 8. İnsanda işıq şüaları gözün hansı strukturu tərəfindən bilavasitə fokuslaşdırılır? Bunu edən billurdur. 9. İşıq şüaları insan gözünün hansı qişasında sinir impulsuna çevrilir? Gözün ən daxili torlu qişasında görmə reseptorları var. Həmin o reseptorlar işıq qızığını sinir impulsuna çevirir. 10. Otolitlər insan orqanizmində yerləşir. Otolitlər, yəni daşçıqlar, oval və dairəvi kisəciklərdə yerləşir. Müvazinət orqanının bir hissəsidir. 11-ə baxırıq. Otolitlər insan orqanizmində yerləşir. Bu, daxili qulaqdadır. 12. Yarımdairəvi kanallar və kisəciklər insanda hansı duyğunun yaranmasında xüsusi rol oynayır? Yarımdairəvi kanal və kisəciklər. Bu kisəciklər özü də oval və dairəvi kisəciklərə ayrılır. Bu kisəciklərin içində otolitlər yerləşir. Müvazinət orqanına aiddir və ya vestibulyar aparata. 13. İnsanda bilavasitə eşitmə hissiyatı ilə əlaqədar deyil. Oval və dairəvi kisəciklər müvazinət hissiyatı ilə əlaqədardır. 14. Göz almasının qanla təchiz olunması gözün hansı qişasının funksiyasına daxildir? Bu damarlı qişadır. Burada qan damarları var və gözü qidalandıran qişadır. 15. Görmə analizatorun duyğu yolu necə adlanır? Analizatorun duyğu yolu hissi yoldur. Yəni hissi sinirlərdən təşkil olunub. Görmə analizatoru dediyinə görə biz görmə sinirini seçirik. 16. Əsasən dilin yanlarında yerləşən dad reseptorları. Biz bilirik ki, dilin ucunda şirin, arxasında acı, uc və yanlarında duzlu, yanlarında turş dadı qəbul edən reseptorlar var. Yəni, dilin yanlarında dediyinə görə turş və duzlu qəbul edən reseptorlar olacaq. 17. Hansı görmə orqanının xəstəliyidir? Görmə orqanının xəstəliyi konjuktivitdir, gözün iltihabıdır bu. 18. Gözün hansı strukturunun fəaliyyətinin pozulması toyuq korluğuna səbəb ola bilər? Toyuq korluğu gecə görmə reseptorları
fəaliyyəti pozulur. Gecə görmə reseptorları da çöpçüklərdir. Gözün hansı hissəsinin fəaliyyətinin pozulması rəng korluğu və ya daltonizmə səbəb olur. Daltonizm səbəb demək, gündüz görməni təmin edən reseptorların fəaliyyətinin pozulması zamanı meydana çıxa bilər. Gündüz görməni təmin edən reseptorlar kolbacıqlardır. 20. İnsanda eşitmə analizatorunun mərkəzi hissəsi beyin yarımkürələr qabığının hansı payında yerləşir? Eşitmənin mərkəzi gicgahdadır. 21-də görmə mərkəzi soruşur. Görmənin də mərkəzi ənsə payında yerləşir. 22-yə baxırıq. Gözün quruluş elementlərindəndir və bəbəyin arxasında yerləşir. Bulanması katarakt xəstəliyinə səbəb olur. Bu büllurdur. 23. İnsan üçün doğru deyil. A. Orta qulaq eşitmə borusu vasitəsilə burun udlaqla əlaqə saxlayır. Bu düzdür. B. Bir orta qulaqda 3 eşitmə sümüyü var. Bəli, hər qulaqda çəkic, zindan və üzəngi sümükləri olur. Bu da düzdür. C. Eşitmə orqanı 3 şöbədən ibarətdir. Bəli, xarici, orta və daxili qulaqdan ibarətdir. D. Eşitmə reseptorları yarımdairəvi kanallarda yerləşir. Xeyr, eşitmə reseptorları ilbizdə yerləşir. 24. İnsanda gözün köməkçi strukturu, göz yaşı vəzisi. 25. İnsan gözünə adi gözlə baxdıqda görmək mümkün deyil. Biz torlu qişanı görə bilmərik. Torlu qişa gözün ən daxili qişasıdır. 26. Anadan gəlmə yaxından görmə qüsurunun səbəbi. Yaxından görmə, yəni həmin şəxs uzağı görmür. Bunun da 2 səbəbi var. Birinci səbəb, demək, anadan gəlmə səbəb göz alması uzunsovdur və ya büllurun qabarıqlığı artmışdır. İndi anadan gəlmə səbəb soruşduğuna görə biz burada tapırıq ki, göz alması uzunsovdur. D variantı. 27. Anadan gəlmə uzaqdan görmə qüsurunun səbəbi. Bu yaxından görmənin tam əksinədir. Yəni, həmin şəxs uzağı görür, yaxını görmür. Səbəbi budur ki, bunun göz alması qısadır. Bu anadan gəlmə səbəbdir. Yox, əgər sonradan qazanılmış səbəb kimi biz büllurun qabarıqlığının zəifləməsini götürə bilərdik. 28. İnsan orqanizmi üçün səhv mülahizə. Baxaq. A. Bir orta qulaqda 3 eşitmə sümüyü var. Düzdür. B. Təbil pərdəsinin və yarımdairəvi kanalların sayı eynidir. Təbil pərdəsi hər qulaqda bir dənədir. Yəni, ümumi 2 dənədir. Amma yarımdairəvi kanallar hər qulaqda 3 yarımdairəvi kanal var. 6-dır. Demək, bunlar eyni deyil. Səhvdir. 29. Uzaqdan görmə zamanı yaxındakı əşyaların xəyalı harda alınır? Yaxındakı əşyanın xəyalı torlu qişanın arxasına düşür. C variantı. 30-a baxırıq. Yaxından görmə zamanı uzaqdakı əşyaların xəyalı torlu qişanın önündə alındığına görə biz onu görmürük. 31. İnsan üçün səhv mülahizə. A. Eşitmə reseptorları həm yarımdairəvi kanalda, həm də kisəciklərdə yerləşir. Xeyr, yarımdairəvi kanalda və kisəciklərdə yerləşən müvazinət reseptorlardır. Bu səhvdir. 32. Daxili qulağın iltihabı zamanı yarımdairəvi kanallar, oval və dairəvi kisəciklər zədələnərsə, insanda ilk növbədə hansı hissiyat pozular? Təbii ki, müvazinət hissiyatı pozular. 33. İnsanda qulağın iltihabı zamanı oval pəncərə zədələnərsə, ilk növbədə hansı hissiyat pozular? Oval pəncərə orta qulaqla daxili qulağı ayıran hissədir. Eşitmə hissiyatı pozular. A variantı. Hansı halda həkim xəstəyə qabarıq linzalı eynəklərdən istifadə etməyi məsləhət görür? Demək, qabarıq linzadırsa, demək bu uzaqdan görmədir. Həmin şəxs yaxını görmür, çünki yaxındakı əşyaların xəyalı düşür torlu qişanın arxasına. İndi baxaq. A. Əşyanın xəyalı torlu qişaya çatmadıqda, xeyr, torlu qişanın keçir arxasına düşür. B. Əşyanın xəyalı torlu qişa üzərində alındıqda, bu normal görmədir.
C. Çəpgözlük aidiyyatı yoxdur. D. Əşyanın xəyalı reseptorlar olan qişadan arxada alındıqda. Bəli, reseptorlar olan qişa torlu qişadır. Torlu qişadan arxada alınır. D variantı düzdür. 36-ya baxırıq. Hansı halda həkim xəstəyə çökük linzaları olan eynəklərdən 35 qaldı, 35-ə baxaq. İnsanda müvazinət orqanının elementlərinə aid deyil. İlbiz demək, eşitmə orqanına aiddir, bir aid deyil. 36. Hansı halda həkim xəstəyə çökük linzalar olan eynəklərdən istifadə etməyi məsləhət görür? Çökük linzalı eynəklər yaxından görmə zamanı istifadə olunur. Yəni, həmin şəxs uzağı görmür, çünki uzaqdakı əşyaların xəyalı düşür torlu qişanın önünə. İndi baxaq. A. Çəpgözlükdə xeyr. Əşyaların xəyalı ağlı qişaya düşdükdə xeyr. Burada torlu qişa. Ağlı qişaya ümumiyyətlə xəyal düşmür. C. Əşyaların xəyalı torlu qişadan arxada alındıqda bu uzaqdan görməyə aiddir. Əşyaların xəyalı torlu qişaya çatmadıqda bəli, torlu qişaya çatmır, önünə düşür. 37. Əgər əşyaların xəyalı torlu qişadan öndə alınarsa, onda həkim xəstəyə nə məsləhət görər? Əgər əşyanın xəyalı torlu qişanın önündə alınırsa, demək bu şəxsdə yaxından görmədir. Çünki uzaqdakı əşyanın xəyalı torlu qişadan öndə alınır. Bu zaman çökük linzalı eynəklərdən istifadə olunur. C. 38-ə baxırıq. İnsan bədənində cazibə qüvvəsi təsir etməzsə, ilk növbədə müvazinət əzələ hissiyatı pozular. 39. Angina törədiciləri orta qulağa hansı ilə bilavasitə keçərək iltihab törədə bilər? Angina bilirik ki, demək, boğazdakı badamcıqların iltihabıdır. Yəni, bu boğazda, ağız boşluğunda baş verir. Bakteriyalar törədir. Bu ağız boşluğundan eşitmə orqanına necə keçə bilər? Təbii ki, eşitmə borusu vasitəsilə keçə bilər. 40. İnsanda təbil pərdəsinin titrəməsi bilavasitə nəyə səbəb olur? Təbil pərdəsi xarici qulaqdan orta qulağı ayırır. Təbil pərdəsinin titrəməsi səs dalğasının orta qulağa keçir və orta qulaqda da eşitmə sümükləri var və onların titrəməsinə səbəb olur. Y variantı. 41. Səs siqnallarının ötürülməsində iştirak etmir. Eşitmə borusu təbii ki, səs siqnalları ötürmür. Səs siqnallarının ötürülməsində iştirak etmir. Oval dairəvi kisəciklər ümumiyyətlə eşitməyə aid deyil. 43. İnsanda eşitmə analizatorunun refleks qövsü hansından bilavasitə keçmir? Baxaq, eşitmə siniri ikinci hissəyə aiddir. Ara beyindən ümumiyyətlə bir qoxu siniri keçmir. Qalan bütün hissi sinirlər ara beyindən keçir. İlbizdən, demək, analizatorun birinci hissəsidir, reseptor olan hissədir, keçəcək. Baş beynin gicgah payda eşitmə analizatorunun üçüncü hissəsidir, amma təbil pərdəsindən keçməyəcək. Çünki təbil pərdəsi analizatorun hissəsinə aid deyil. 44. İnsanda eşitmə və görmə nahiyələri. Eşitmə nahiyəsi gicgahdadır, görmə ənsədə yerləşir. C variantı. 45-ə baxaq. İnsanda görmə və dəri hissiyatı nahiyələri. Görmə mərkəzi yerləşirənsə payında. Dəri hissiyatı mərkəzi şırımdan arxada yerləşir. Mərkəzi şırımdan da arxada demək təpə payıdır.Ənsə və təpə payı. C variantı. 46-ya baxaq. İnsan bir otaqdan digər otağa keçən kimi onun göz bəbəkləri daralıb. Deməli o, göz bəbəyi gur işıqda daralır. Demək ki, o şəxs qaranlıq otaqdan işıqlı otağa keçib. Cavab Y. İnsan bir otaqdan digər otağa keçən kimi onun göz bəbəkləri genişlənir. Göz bəbəkləri zəif işıqda genişlənir. Əgər o bir otaqdan digər otağa keçibsə, demək işıqlı otaqdan qaranlıq otağa keçib. B variantı. İnsanda hansı struktur olmazsa orta qulaqda təbil pərdəsinin hər iki tərəfindəki havanın təzyiqi bərabərləşməz. Bunu tənzimləyən eşitmə borusudur. 49. Göstərilənlərdən hansı təbil pərdəsindən aldığı titrəyişləri gücləndirir və onları pəncərəyə ötürür?
Təbii ki, təbil pərdəsindən sonra həmin səs dalğası orta qulağa keçir. Orta qulaqda da olan eşitmə sümükləri səs dalğasını 20 dəfəyə qədər gücləndirə bilir. 50. Orta qulaqda təzyiqin xarici mühit təzyiqinə bərabər olmasını təmin edən eşitmə borusudur. Və bu hissədə 50 sualı izah etdim. Əgər bəyənsəniz, bu cür videoların davamlı olmasını istəyirsinizsə, demək, bəyənin, növbəti sualları da yerləşdirəcəm. Sağ olun.